Salam hörmətli tamaşaçılar, efirdə xəbərlər informasiya proqramıdır. Sizinlə mən Turac İbrahimovayam. Tetricqaro Bələdiyyəsində güclü yağışlar nəticəsində sıradan çıxmış körpünün bərpa işləri aparılır. Həmçinin paralel olaraq 6 kəndi bələdiyyə mərkəzi ilə birləşdirən təbii fəlakət nəticəsində zədələnmiş yol örtüyü də bərpa edilir. Tetricqaro Bələdiyyəsinin meri Georgi Tsiklauri təbii fəlakət zonasında aparılan bərpa işləri ilə tanış oldu. Tetricqaroda Cincavi kənd ərazi vahidliyində kəndləri birləşdirən yollar ilə körpünün bərpası işləri davam edir. Bu körpü ötən illər təbii fəlakət zamanı sıradan çıxmışdı. Məbləğ də məhz fəlakət fondundan ayrılıb. İndiyədək kəndimizdə yollara asfalt çəkilməmişdi. Burada texnika da hərəkət edə bilmirdi. İndi isə asfalt beton çəkilir. Bu fakt bizi çox sevindirir. Hökumətdə kadr dəyişiklikləri baş nazirin qərarı ilə Maryam Kvirişvili Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə rəhbərlik edəcək. Levan Davitaşvili Gürcüstan baş nazirinin iqtisadi məsələlər üzrə baş müşaviri və İqtisadi Şuranın katibi vəzifələrində çalışacaq. Bildiyiniz kimi, ölkənin iqtisadi inkişafı bizim əsas prioritetimizdir. Məhz iqtisadiyyatın inkişafından təkcə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması deyil, həm də hər bir sahənin inkişafı, Gürcüstanın demokratik sisteminin möhkəmlənməsi, eləcə də xarici siyasətdəki mövqelərinin möhkəmlənməsi mahiyyət etibarilə asılıdır. Ölkənin iqtisadi siyasətinin planlaşdırılması və həyata keçirilməsi sistemini təkmilləşdirmək üçün biz İqtisadi Şuranın gücləndirilməsi barədə qərar qəbul etmişik. Bu məqsədlə İqtisadi Şuranın funksiyalarına və tərkibinə yenidən baxılacaq və cənab Levan Davitaşvili Gürcüstanın baş nazirinin iqtisadi məsələlər üzrə baş müşaviri və İqtisadi Şuranın katibi vəzifələrini icra edəcək. Nazirliyin idarə edilməsi gündəlik ağır iş rejimi ilə bağlıdır. Bu rutindən qurtulmaq cənab Levanın ölkənin iqtisadi artımının daha da sürətlənməsinin təmin edilməsində, ölkəyə investisiyaların cəlb edilməsində və digər müvafiq səmərəli addımların atılmasında daha da uğurlu olmasına imkan verəcək. Cənab Levan müstəsna üstün ixtisaslara malik iqtisadçıdır və inanırıq ki, bu mövqedən o, bu missiyanı ən yaxşı şəkildə yerinə yetirə biləcək. Bu, ölkənin iqtisadi artımının daha da sürətlənməsinə və investisiyaların cəlb edilməsinə öz töhfəsini verəcək. Mən cənab Levana bu məsul vəzifədə uğurlar arzulayıram. Polisin Tbilisi ilə regionlarda keçirdiyi əməliyyatlar nəticəsində narkotik cinayətlərinə görə 18 nəfər həbs edilib. Onların bəziləri narkotik vasitələrin satışında, bəziləri isə qanunsuz olaraq əldə etmək və saxlamaqda ittiham olunurlar. Polis hakimin hökmü əsasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilən şəxslərdən nəzarət altında narkotik alışı həyata keçirib və bu alışların audio və video çəkilişlərini gizli şəkildə qeydə alıb. Cinayət 20 ilədək və ya ömürlük həbs cəzasını nəzərdə tutur. Polisin həyata keçirdiyi tədbirlər nəticəsində narkotik cinayətlərində təqsirləndirilən bəzi narkotik vasitələrin satışında, bəziləri isə qanunsuz olaraq əldə etmə və saxlamaqda ittiham olunan 18 nəfəri həbs etdik. Əldə edilən dəlillər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı həbs edilən şəxslərin sistemli şəkildə narkotik vasitələrin qanunsuz satışını təşkil etdiklərini müəyyən edir. Bunlara narkotik vasitələrin müxtəlif yerlərdə yerləşdirilməsi və narkotik vasitələrin alınmasında maraqlı olan şəxslərə müvafiq bildirişlərin göndərilməsi, habelə narkotik vasitələrin əldən ələ kimi bildiyimiz üsulla və ya digər üsullarla satışı daxildir. Polis hakimin hökmü əsasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilmiş şəxslərdən nəzarət altında narkotik alışları həyata keçirib və bu alışların audio-video çəkilişlərini gizli şəkildə qeydə alıb. Narkotik ittihamı ilə həbs edilmiş
edilmiş şəxslər, narkotik ittihamı ilə həbs edilmiş şəxslərin üzərinə və yaşayış evlərinə baxış zamanı əməkdaşlarımız tərəfindən külli miqdarda və xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitə maddi sübut kimi götürülüb. Bugün keçirilən çox uğurlu xüsusi əməliyyata görə Gürcüstanın Daxili İşlər Nazirinə təşəkkür etmək istəyirəm. Cənab Gekka Giladze Gürcüstanın Daxili İşlər Naziri təyin olunanda biz razılaşdıq ki, narkotik cinayətlərinə qarşı mübarizə əsas prioritetlərdən birinə çevrilsin. Gördüyünüz kimi Daxili İşlər Naziri bu missiyanı çox uğurla yerinə yetirir. Nazir təyin olunmasından bir aydan da az vaxt keçib. Bu müddət ərzində o misli görünməmiş miqdarda 300 kiloqram heroini ələ keçirməyə nail olub. Bugün bildiyiniz kimi 18 iri narkotik alverişçisi həbs edilib. Bir daha Gürcüstan Daxili İşlər Naziri Gekka Giladzeyə təşəkkür etmək istəyirəm. Mən Daxili İşlər Nazirinin birinci müavini Roin Mesxiyə də təşəkkürümü bildirirəm. Bu mürəkkəb xüsusi əməliyyata iştirak edən hər bir polis əməkdaşına, xüsusi təyinatlı dəstənin əməkdaşlarına, əməliyyatın ən yüksək səviyyədə planlaşdırılmasına və keçirilməsinə görə təşəkkürümü bildirirəm. Hökumət narkotik cinayətlərinə və narkotik alverçilərinə qarşı barışmaz olacaq. Biz heç kimə imkan verməyəcəyik ki, həmvətənlərimizi, xüsusən də gənclərimizi zəhərləsinlər. Buna uyğun olaraq müvafiq cinayətlərin qarşısının alınması istiqamətində səmərəli tədbirlər davam etdiriləcək. Onların arasında Gürcüstan qanunvericiliyinə əhəmiyyətli dəyişikliklər ediləcək və bu barədə sabah sizinlə ətraflı məlumat paylaşacağıq. Marneuli şəhərində iyunun 25-i saat 20:00-da Alget komandası son ən vacib gərgin maçda Calengixa futbol komandası ilə qarşılaşacaq və liderlik mövqeyini qorumaq üçün mübarizə aparacaq. Sabah Calengixanın komandası ilə oynayacaq. Bu oyun birinci yer almamız üçün həlledicidir. Demək olar, onlar da 4-cü yerdədirlər, liderdirlər. Biz də birinci yerdəyik. Həlledici mübarizə aparacaq. Gərgin oyun olacaq. Sabah həlledici oyunumuz var. Rəqiblə qarşılaşacaq. Bu sezonu xoş təəssüratlarla bitirməliyik. Həmişəki kimi birinci yeri qoruyub saxlamalıyıq. Oğlanlar çox böyük həvəslə və istəklə hazırlaşırıq. Hər cür oyuna hazırıq. Azarkeşləri sevindirməliyik. Bütün oyunlarımızda olduğu kimi indi də gəlsinlər, dəstək olsunlar. Gürcüstan Milli Oxçuluq Federasiyasının təşkilatçılığı və İdman Nazirliyinin dəstəyi ilə Batumdakı Angisa Oxçuluq poligonunda gənclər arasında ox atma üzrə birincilik keçirilib. Marneulili ox atan Tika Şavadze çempionatda uğurla çıxış edərək bürünc medal qazanıb. Uğurlu idmançı və onun məşqçisini bugün Marneuli İdman Məktəbinin direktoru qonaq edib. Mamuka Naveryaninin sözlərinə görə idmançılara bələdiyyə tərəfindən tam dəstək var ki, bu da onların nailiyyətlərinə ciddi təsir göstərir. Bildiyiniz kimi idman məktəbimizin prioritet məsələlərindən biri qız uşaqlarını idman sahəsinə cəlb etmək, onlara dəstək olmaqdır. Bələdiyyəmizdə müxtəlif idman sahələrində fəaliyyət göstərən idmançı qızlarımız var. Ox atma olimpik idman növüdür. Bu idman növü üzrə çempionatda qızımız qalib olub. Onu təbrik edirəm. 12 yaşında olanda bu ox atma ilə maraqlandım. Yaşlılarımla birlikdə məşqlərdə iştirak edirdim. Qalib olacağımı gözləmirdim. Çox sevindim. Bu əlimdə olan son məlumat idi. Gələn görüşlərə dək özünüzə yaxşı baxın.